Fikirləşmirdilər ki, biz cəbhəni yara bilərik. Texnikamı deyim, canlı qüvvə deyim, hamısı məhv edilmişdi. Döyüşməyə heyətləri yox idi. Ey ulu qələbə, ey ulu zəfər. Bu 3 dənə tankın hazır vəziyyətdə salamat götürdü. İllərdir həsrətində olduğumuz torpaqlara ayaq basmışdıq. Mən yaralıyam deyə geri çəkilə bilməzdim. Mən oradan nəsə eləməmiş, təsəvvür eləyə bilməm, çıxa bilməzdim. Qobustan rayon Poladlı kəndindən anadan olmuşam. Uşaqlıqdan hərbiyə həvəsim olub. 2004-cü ildə Ali Hərbi məktəbə qəbul olmuşuq. 2008-də Ali Hərbi məktəbi bitirib, 1 illik təlim-tədris mərkəzində dinləyici kimi ixtisasımızı davam etdirmişik. 2009-cu ildən Tərtər rayonunda xidmətimi davam etdirmişəm. Biz hərbiçi olaraq ürəyimizdə olan vətən eşqi, vətən sevdası əsas məsələlərdən biri idi və məhz buna görə də biz təlimlərdə həm özümüz, həm tabeçimizdə olan şəxsiyyət, həm yuxarı komandalarından verilən tapşırıqları düzgün, dəqiq yerinə yetirib və öz üzərimizə çalışırdıq ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcək və əsas məqsədimiz bu idi. 2016-cı ildə də düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə həyəcan siqnalı verildi. Əlbəttə ki, düşmən hansı güclə qarşılaşacağını bilmirdi, bizim ordumuzun gücünü bilmirdi. Aprel döyüşlərində biz düşmənin üzərinə gedəndə düşmən bizim gücümüzü görüb geri çəkilməyə məcbur oldu. Hətta əllərində olan silah-sursatı atıb geri qaçdılar. Tap-Qaraqoyunlu Talış istiqamətində biz düşmən təxribatının qarşısını aldıq və düşmənin üzərinə əks hücum edib irəlilədik. Döyüşün birinci günü mən düşmənin açdığı atəş nəticəsində yaralandım. Buna baxmayaraq döyüş meydanını tərk etmədim. Yaramı əlimizdə olan vasitələrdən istifadə edərək sarıdıq və irəlilədik. Ayın 2-si yaralandım, ayın 5-i atəşkəs oldu və mən 7-sinə kimi qaldım orada. İllərdir həsrətində olduğumuz torpaqlara ayaq basmışdıq. Mən yaralıyam deyə geri çəkilə bilməzdim. Orada olan döyüş yoldaşlarımı, şəxsiyyətimi qoyub geri çəkilə bilməzdim. Həm də ki, düşmənə olan nifrət, yəni mən orada nəsə eləməmiş, təsəvvür eləyə bilməm, çıxa bilməzdim. Ölsək belə mümkün deyildi. Təyin olunmuş yüksəkliklərə, strateji mövqelərə çatdıq. Bir neçə gündən sonra düşmən tankları bizim üzərimizə hücum etdi. Düşmənin bizim üzərimizə hücum edən 9 tankından yer dəyişmə vasitəsilə mən 7-sini vurdum. Bu çəkdi 15-20 dəqiqə ərzində. 2 tankları manevr edib geri çəkildi. Şəxsiyyət gətirən təxminən hərəsində 20-25 nəfər düşmən heyəti olan maşınların vurdum. Bizim mövqelərimizə atəş açan BMP, piyadalı döyüş maşınını vurdum və onların komandir cipləri, onu məhv elədim. Düşmənin böyütdüyü, keçilməz saydığı Ohanyan səddini bizim ordumuz kiçik bir hissəsi qısa bir müddətdə 2-3 saat ərzində yararaq darmadağın etdi. Aprel döyüşlərində ən çətin anlardan biri də düşmən tankı bizə atəş açır, gizlənir. Yəni biz bunu görə bilmirdik. Bizim səngərləri vururdu. Mən əlimdə olan tank əleyhinə vasitə ilə həmin istiqamətdə nəzər salıb, düşmən tankı bizə atəş açdığı istiqamətə nəzər salıb, raketi atdım. ...2016 döyüşləri düşmənə bir daha sübut etdi ki, istədiyimiz vaxtda torpaqlarımızı düşmən tapdağından azad edəcək və o gün də gəldi, çıxdı.
Döyüşün ilk günündən son gününə qədər mən müharibənin iştirakçısı olmuşam. Vətən müharibəsində bizim ordumuzun üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdi və düşmən tapdağında olan torpaqlarımızı azad etdik. Əsas onların mühəndis cəhətdən üstünlük vermişdilər. Cəbhənin yarılması prosesi baş tutmayacaq kimi qəbul edirdilər. Fikirləşmirdilər ki, biz cəbhəni yara bilərik. Amma bizim ordumuz cəbhəni yardılar və düşmən həmin vaxtda qorxu içinə düşdü. Bir sözlə sındılar. Ən qızğın döyüşlərdən biri Suqovuşan istiqamətində getdi. Düşmən bərkimişdi orada və buna baxmayaraq bizim qüvvələr düşməni darmadağın edib Gülüstan istiqamətində, Talış kənd istiqamətində, Suqovuşan istiqamətində, Füzuli istiqamətində fəaliyyətlər göstərdi. Vətən müharibəsi gedişatında bizim heyətlər tərəfindən düşmənin 32 tankı məhv edildi, 7-8 digər texnikaları məhv edildi. Düşmənin xeyli canlı qüvvəsi məhv elədi. Düşmənin bir istiqamətdə tankları var idi. Bir neçəsi vurulandan sonra, heyətlərin vasitəsilə vurulandan sonra digərlərini mən vurmağını dayandırdım və o 3 dənə tankın hazır vəziyyətdə salamat götürdük. Komandir kimi tabecimdə olan şəxsiyyətlə müəyyən istiqamətlərdə düşmən təxribatının qarşısını alıb düşmənin üzərinə yeridik. Yuxarı komandalardan mənim qarşıma qoyulan tapşırıq, heyətlərimin bizim qarşımıza qoyulan tapşırıqları layiqincə yerinə yetirdik. Mənim tabecimdə olan şəxsiyyətdən 3 şəhidimiz oldu. Biri Gülüstan istiqamətində Gizir Hüseynov Aslan şəhadətə yüksəldi, şəhid oldu. 2 şəhidim Gizir Şahbazov Ruslan, əsgər Əhmədov Abdullah Talış istiqamətində şəhid oldular. Bu qələbəni şəhidlərimizə borcluyuq. Ulu Rəbbimdən onlara rəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyirəm. Əlbəttə ki, itki ağırdır. Ümumiyyətlə bir dost itirmək, bir yoldaş itirmək çox ağırdır. Qisasçılıq hissi, istər şəhidlərimizin, istər düşmən tapdağında olan torpaqlarımızın qisasını alıb azad eləməliydik. Gecə saat 12-də atəşkəs olacaq dedilər, dayanarsız. Biz də 12-yə kimi döyüşümüzü davam etdirdik. Xəbər tutduq ki, 12-dən sonra gecə saat 1-də, 2-də bəyanat imzalanıb. Bütün silah sursatlarını atıb qalmışdılar bizim yerdə. Atıb qaçmışdılar. Yəni bunu Ermənistanın tam məğlubiyyəti kimi dəyərləndirmək olar və başqa bir əlacları, başqa bir necə deyim, variantları qalmadı. Texnikamı deyim, canlı qüvvə deyim, hamısı məhv edilmişdi. Döyüşməyə heyətləri yox idi. Döyüş zamanı əsas döyüşçüdə bir hisslərə üstün gələn bir hiss olur insanda və vətənpərvərlik hissi. Heç nə düşünmədən, yəni ölməyi fikirləşmədən, heç bir şey fikirləşmədən ancaq irəli düşmənin üzərinə yerimək, düşməni məhv eləmək, bu prinsiplər yaranır insanda. Həm aprel döyüşləri, həm Vətən müharibəsi göstərdi ki, xalq öz ordusuna inanır və daim öz əsgərinin arxasındadır. Əlbəttə ki, hiss olunurdu. Dəstəksiz, xalqın dəstəyi olmadan heç bir ordu böyük gücə malik deyil. Bundan sonra da mən öz adımdan, döyüş yoldaşlarım adımdan demək istəyirəm ki, Cənab Ali Başkomandanın rəhbərliyi altında bütün qarşımıza qoyulan digər tapşırıqlar yerinə yetirməyə canımız və qanımız bahasına olsa belə hazırıq. Mən fəxr edirəm ki, Cənubi Qafqazın ən güclü ordusunun bir əsgəriyəm və 17 ildir bu orduda xidmət edirəm. Bu mənim üçün şərəfdir və bir qalib ordunun əsgəri kimi
çox qürur duyuram. Belə işlər.